Salam, hər vaxtınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müxtəlif sahələr üzrə təlimlər təşkil edən Edgro Center və Progressive Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz səyahət necə qurulur? Turizm və agentlərin rolu haqqındadır. Təlimçimiz turizm mentoru Aytən Kərimlidir. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızda təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Həmçinin təlim rekord olunur. Gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınız olarsa səsli şəkildə verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Necəsiz Aytən xanım? Çox sağ olun Fatimə xanım, siz necəsiz? Yaxşıyam, var Ə, olun. Söz sizdədir. Axşamınız xeyir olsun. Ə, İlk olaraq özümü təqdim edeyim. Mən Aytən Kərimli, Turay Travel şirkətinin rəhbəri, təsisçisi, həm də 2 ildir artıq turizm sahəsində təlimçi olaraq iştirak edirəm. Turizmin növləri, turizm şirkətlərində işləmə qaydaları və bizim şirkətdə bəlli bir tələbələr vardır ki, biz tələbələri öyrədir və ondan sonra işlə təmin edirik. Və bugünkü mövzumuz isə Fatimə xanım bildirdiyi kimi turizmin əsas xüsusiyyətləri haqqında danışacağam. İlk öncə bilmək istəyirəm ki, sizin aranızda turizm şirkətində işləyən və yaxud turizm nədir bilən biri varmı? Öncə sizə sualım budur. Bəli, buyurun Türkan xanım. Salam, hər vaxtınız Hər xeyir. vaxtınız xeyir. Mən turizm ixtisası üzrə təhsil alıram. Bakı Avrasiya Universiteti 2-ci kurs. Bəli. Turizm haqqında turizm evdən məqsədli şəkildə 6 saatdan 6 aya qədər müddətdə olan səyahət növüdür. Hı -hı. 24 saatdan 6 aya qədər olan səyahət növüdür. Bəli. Başqa turizm sahəsində işləyən və yaxud oxuyan Axşamınız biri var xeyir. mı? Axşamınız Bəli, mən də turizm sahəsini bitirmişəm. Həm kollec, həm universitet, Odlar Yurdu Universitetin. Yoldaşın xanımın dediyinə qatılıram. 24 saatdan 6 ayadək müddətdə olur və belə deyək, öz yaşadığı yerdən ayrılmamaq şərti ilə və yaxud da belə deyək ki, ayrılmaq şərti ilə Hı məsafənin -hı. uzaqlaşması şərti ilə artıq o turist sayılır. Aha. Ə, Bir dəqiqə. Aha. Ə, Deməli, İlk öncə başlayırıq. Turizm nə deməkdir? Turizm insanların istirahət, əyləncə, iş, təhsil və digər məqsədlərlə öz yaşadıkları yerlərdən kənarda səyahət etməsi və müəyyən müddət orada qalması deməkdir. Turizm sayəsində turizmin əsas xüsusiyyətlərindən biri insanları müvəqqəti olaraq başqa yerə gedir, daimi olaraq və yaxud olacaq olaraq səfər edir. Məqsəd istirahət, iş, müalicə və yaxud maraq olaraq e, səyahət edir. Turizmin növləri vardır ki, daxili turizm, e, xarici turizm və gəlmə turizm. E, Daxili turizm öz ölkəniz daxilində səyahət deməkdir. Məsələn, Azərbaycan içərisində rayonlara gediş, rayonlara səyahət daxili turizm adlanır. Xarici turizm isə outgoing olaraq adlanır və bu beynəlxalq turizm, xarici turizm deməkdir və burada başqa ölkəyə səyahət deməkdir. Yəni öz ölkəmizdə deyil də başqa xarici ölkəyə səfər etmək deməkdir. Və bir də vardır ki, incoming gəlmə turizm. Xaricilərin Azərbaycana, yəni bizim dövlətə dəvət olunması, gəlməsi, bu isə incoming adlanır. Yəni gəlmə turizm. E, Ruslan bəy, zəhmət olmasa səsi bağlaya bilərsiniz.
Təşəkkür edirəm. Və turizmdə əsasən tur şirkətləri, yəni agentlər, bizlər ə, iştirak edirik və biz agentlər, tur menecerlər müştərinin səyahətini planlayır, təşkil edir və onu idarə edən şəxsik. Biz agentlər nə ilə məşğuluq və nə eləyirik? Biz agentlər bileti tapır, uçuşu tapır, müştərinin istəyinə uyğun olaraq otelini seçir, tur paketini hazırlayır və müştəriyə uyğun bir səyahət planı hazırlayırıq və müştəriyə uyğun bir paket hazırlayıb ona uyğun bir variantı seçim olaraq göndəririk. Agent nə üçün lazımdır? Agent səyahət turizm menecerləri və yaxud agentlik səyahəti sizin yerinizə qurur e, və siz səhv eləmədən sizin rahatçılığınız üçün vaxta qənaət edir, düzgün seçim edir və hər hansı bir problem baş verdikdə turizm şirkətləri, agentlər bunu tez formada həll edə bilirik biz turizm agentləri olaraq. Agent sadəcə satış etmir, yəni sadəcə satış etmir, o həm də ən əsası məsuliyyət daşıyır və düzgün qərarlar verməlidir, mütləqdir ki, və turizm agentinin işi müştərinin istəyini alır, müştərinin istəyinə uyğun olaraq analiz edir və ona uyğun olaraq səyahət qurur. Agent olaraq, məsələn, bir müştəridir bizə məlumat göndərir ki, səyahət etmək istəyirəm, amma hər hansı bir yerə getdiyim bəlli deyil, dəqiq bir vaxt bilmirəm. Biz ona haraya getmək istədiyini sual veririk, nə zaman getmək istədiyini sual veririk, büdcə nə qədərdir deyərək sual veririk və neçə nəfərdilər. İlk öncə bunları sual verməliyik müştəriyə. Əgər müştəri tam dəqiq vaxt bilmirsə, tam dəqiq zaman bilmirsə, müştərinin istəyinə görə biz ona tur planı hazırlaya bilirik düzgün qaydada. Yəni agent olaraq biz müştərinin tam nə istədiyini analiz etməliyik. Müştərinin tam nə istədiyini başa düşməliyik. Müştərilər ilk öncə müştərini bilməliyik ki, müştəri neçə nəfərdir? Məsələn, 2 nəfərdir. Ailədirlərmi, gəncdirlərmi, büdcələri nə qədərdir? Çünki bizlərdə, otellərdə ailə otelləri fərqli olur. Family otelləri, yəni uşaq otelləri sırf ailəli, uşaqlı, əyləncəli otellər fərqli olur. Gənclər üçün əyləncəli otellər fərqli olur və biz mütləqdir ki, müştərini analiz etməliyik. Müştəri nə istəyir bizdən? Biz ona görə müqayisə etməliyik və ona görə müştəriyə təqdimat verməliyik. Müştəriyə seçim verməliyik. Müştəri ilk olaraq müştəri bizdən yaxınlaşır bizə bilet, məsələn, bizə bildirir ki, hara getmək istədiyini bildirir. Tutalım Türkiyə və biz müştəriyə mütləqdir ki, suallardan biri də o olmalıdır ki, neçə ulduzlu otel istəyirsiniz? 3 ulduzlu otel, 4 ulduzlu otel, 5 ulduzlu otel, qidalanma növünü müştəridən soruşmalıyıq. Məsələn, səhər yeməyimi istəyirsiniz, günorta yeməyimi, axşam yeməyimi və istiqamətə görə də bizdə hər zaman aktiv istirahət vardır və passiv istirahət vardır. Məsələn, Türkiyə istiqaməti sırf aktiv istirahət növüdür. Sırf istirahət növü aktiv olduğu üçün burada sırf səhər yeməyi təqdim edirik müştərilərə. Dubay məsələn, aktiv istirahət zonasıdır Dubay. Siz ora getdikdə sırf səhər yeməyindən, qidalanmadan istifadə eləyib, daha sonra ilk gəzintiyə başlamalısınız, gəzintiyə başlayırsınız. Bunun üçün səhər yeməyi təşkil edirik müştəri üçün və yaxud bir də passiv istirahət
növləri vardır ki, buna isə daxildir ölkələrdən birini deyim, məsələn Misir. Misir bəzi hallarda pasiv istirahət zonası olaraq gedir və pasiv istirahət zonası olduğu üçün burada qidalanmalar 3 dəfə və yaxud 5 dəfə qidalanma növü müştəriyə təklif eləməliyik. 3 dəfəmi qidalanma istifadə eləyəcək, 5 dəfəmi qidalanma istifadə eləyəcək və tarix seçimlərində mütləqdir ki, müştəriyə səyahətdə tarix seçimlərində mütləqdir ki, diqqət eləməliyik. Səyahətin nə zaman olacağını dəqiq bilməliyik. Çünki bu niyə vacibdir? Yayda bəzi qiymətlər yüksək olur, bayramlarda baha olur, mövsümdən kənar bəzi hallarda ucuz olur. Biz agentlər erkən rezervasiya yay turları ki bildiririk bunu. Bu mövsümdən kənar turlar, məsələn yanvar, fevral, mart bu aylarda artıq biz erkən rezervasiyaya başlayırıq. Yəni Türkiyə, Bodrum, Antalya, Fethiyə, Marmaris bu bölgələrdə biz artıq erkən rezervasiyaya başlayırıq və mövsümdən kənar olaraq yay yanvar ayında başlayırıqsa, mövsümdən kənar olduğu üçün artıq qiymətlər ucuz mövsümdə olur. Pik mövsümdə isə qiymətlər daha baha olur. Və müştərinin mütləqdir ki, biz agent olaraq müştərinin nə qədər büdcəsi olduğunu bilməliyik və onun büdcəsinə uyğun variantlar təşkil eləməliyik. Büdcəsinə uyğun otellər verməliyik. Müştəri deyirsə ki, mən 2 nəfərəm, mənim 2000 manat və yaxud 2500 manatlıq bir büdcəm var. Siz ona görə otellər atmalısınız. Siz ona görə bir təkliflər eləməlisiniz. Çünki hər zaman müştəri haqlıdır və hər zaman müştərinin analiz eləmək lazımdır. Müştəri nə istəyir bizdən? Və müştəri ilə elə danışmaq lazımdır ki, hər zaman özünüzü müştərinin yerinə qoymalısınız siz. Müştəriyə uyğun, büdcəyə uyğun variantlar verməlisiniz. Çox daha baha və yaxud ucuz təkliflər etməməlisiniz. Xidmətlərdə isə siz xidmət olaraq müştəriyə nə təklif edirsiniz? Biletlər, otellər, transferlər, sığorta. Əgər Avropa ölkəsinə gedirsə, viza təşkil edirsiniz. Yox, Avropa ölkəsi deyilsə, vizasız ölkədirsə, məsələn İstanbul, bu zaman uçuş, otel, transfer, bəzi hallarda müştərinin istəyinə görə sığorta təklif eləyirik müştərilərə. Müştəri əgər istəyirsə, sığortanı təqdim eləyirik. Qəbul edirsə götürür, eləmirsə artıq o da müştərinin seçiminə görədir. Və ondan əlavə müştəri belə deyim sizə, məsələn bizə yaxınlaşıb İstanbul turu istəyir. Biz müştəridən qiyməti soruşduq. 2 nəfər olduğunu bildik. Tutalım müştəri aprel ayına tur istəyib. Biz nə etməliyik? Nəfər sayısını götürdük, büdcəni götürdük, 2 nəfər olduğunu bildik, büdcəni götürdük, ona otel seçimlərini göndəririk. 3 ulduzlu otellər, 4 ulduzlu otellər, 5 ulduzlu otellər. Müştəri deyirsə ki, mənə sırf 3 ulduzlu otellər lazımdır, siz sırf 3 ulduzlu otellərə göndərirsiniz. Yox, müştəri deyirsə ki, mənə 3 ulduz, 4 ulduz, 5 ulduz otellərin hər birini mənə təklif eləyin və qiymət olaraq bu büdcə aralığında mənə təklif eləyin. Biz o büdcə aralığında müştəriyə qiyməti təklif eləyirik. Və transfer, bilet necə alınır? Bilet Türkiyə istiqamətində Azal sistemindən, Pegasus sistemindən, Türk Hava Yollarından daha çox müştərilərimiz ucuz da istəyirlər. Sezona görə düzdür, dəyişir qiymətlər. Bəzən Azalda daha ucuz olur, Türk Hava Yollarında ucuz olur, Pegasusda. Onun üçün analiz etmək lazımdır. Qiymətləri də analiz etmək lazımdır. Hər bir biletin öz qiymətləri var ki, bunların hər birini analiz etmək lazımdır. Məsələn, biletdir, Azaldan götürürük.
Müştəriyə və bir də müştəridən soruşuruq. Siz əl yükümü istəyirsiniz, yoxsa baqaj mı istəyirsiniz? Müştəri deyirsə ki, mən sırf əl yükü istəyirəm, o zaman azalda əl yükü uçuş zamanı 10 kiloluq əl yüküdür. Əgər yox, baqaj da istəyirsə, 10 kilo plus 23 kilo isə baqaj əlavə olunur. Yox, müştəri sırf büdcəsinə uyğun istəyirsə, əl yükü biz müştəriyə təqdim edirik. 10 kiloluq e, bilet təqdim edirik və ondan sonra otel seçiminə gəldikdə isə biz müştəriyə hər zaman e, otel seçimini belə etməliyik. E, Mərkəzə yaxın otel olmalıdır. Üç ulduz oteldirsə, otelin dəyərləndirməsi yaxşı olmalıdır. E, və hər zaman e, oteli siz araşdırarkən və yaxud agentlik araşdırarkən belə sizə agentliklər, yəni bizlər e, link olaraq müştəriyə link göndəririk və otelləri təqdim edirik. Müştəri də bu otellərə 10-15 dənə otel göndəririk və müştəri bu otellərdən birini seçir. Və biz link göndəririk. Hər bir otelin öz linkini göndəririk və hər bir otelin turpaket qiymətini biz müştəriyə təqdim edirik. Və müştəri otelin qiymətini ona görə seçim eləyir. Və hər zaman çalışmaq lazımdır ki, müştəriyə oteli verərkən otel mütləq mərkəzə yaxın olsun, avtobus dayanacağına yaxın olsun, metroya yaxın olsun. Hər zaman müştərilər üç ulduz otel versək belə, büdcəyə uyğun otel versək belə, biz müştəriyə hər zaman yüksək xidmət göstərməliyik. Müştərinin razılığı üçün 7-24 saat lazım olsa belə biz işləməliyik. Və müştəri 3 ulduz otel seçirsə, ondan sonra biz müştəriyə oteli seçdik, mərkəzə yaxın oteldir, 3 ulduz oteldir, səhər yeməyi daxildir, dəyərləndirməsi yaxşıdır və artıq keçirik transferə, yəni nəqliyyata. Biz nəqliyyatı necə təşkil edirik? Bizim agentlərin sırf müqavilə bağladığı əməkdaşlar vardır ki, bunlar İstanbuldadır. Başqa xarici ölkələrdə də bizim transfer şirkətləri ilə əməkdaşlığımız var. Bütün agentlərin transfer şirkətləri ilə, agentlərlə əməkdaşlığı olur. Və bu transfer şirkətləri müştərinin biletini aldıqdan sonra biz transfer xidməti ilə əlaqə saxlayırıq və müştərinin biletini transfer xidmətinə yönləndiririk. Yəni onlara göndəririk, transfer şirkətinə göndəririk və transfer şirkətinə göndərdikdən sonra transfer şirkəti bizim müştərinin biletini aldıqdan sonra bizim müştərinin saat neçədə ora çatacağına baxır. Hər zaman siz uçuşdan 3-4 saat əvvəlcədən müştəriyə məlumat verməlisiniz ki, 3-4 saat əvvəlcədən aeroportda olsun. Çünki bəzi gecikmə hallar ola bilir, yolda hər hansısa bir problemlər ola bilir, gecikmə halları baş verməsin deyə mütləqdir ki, 3-4 saat əvvəlcədən müştəriyə məlumat verəsiniz ki, sizin müştəriniz 3-4 saat əvvəlcədən aeroportda olsun və sizin müştəriniz İstanbula çatmamışdan 20 dəqiqə, yarım saat əvvəlcədən artıq transfer şirkəti, transfer xidməti orada olur. Və onlar sırf plakat formasında dururlar. Bəziləri video formasında da göndərir. Biz müştəriyə təqdim edirik. Şoferin nömrəsini alırıq, müştəriyə təqdim edirik və müştəriyə təqdim etdikdən sonra artıq müştəri çıxdıqda çox rahat formada seçim edə bilir. Yəni çox rahat formada transferi tapa bilir. Transferi tapdıqdan sonra bizim müştərimizi transfer götürür və aparır, otelə yerləşdirir və otel giriş-çıxış saatlarına da mütləq diqqət etmək lazımdır. Hər zaman giriş saatları, check-out saatları var, check-in saatları var. Yəni giriş və çıxış saatları. Giriş saatları saat 2-dir, çıxış vaxtları saat 12-dir. Məsələn, deyək siz müştəriyə tur paket satmısınız, tur hazırlamısınız, İstanbula gedir. Burada müştəriniz giriş vaxtı saat 2-dir.
check-in vaxtı saat 2-də, amma sizin gedir müştəriniz saat 11-də çatır otelə. Biraz daha tez çatır. O zaman nə etməlisiniz? O zaman əvvəlcədən agent olaraq siz müştərinin rahatçılığı üçün otel rəhbərliyi ilə, otel resepsiyonla əlaqə saxlayırsınız və ona məlumat verirsiniz ki, mənim müştərim soyad ad olaraq məlumat verirsiniz ki, mənim müştərim yaxınlaşacaq. Bu saatda gəlib çatacaq. Saat məsələn 11-də. Check-in vaxtı saat 2-dir. Siz bizim müştərimizi, əgər boş otağınız varsa, bizim müştərimizi yerləşdirin. Və müştərinin otağı boşaldıqda və təmizlədikdən sonra siz müştərini mütləq şəkildə öz otağına yerləşdirin. Və yaxud əgər otaq yoxdursa, boş otaq yoxdursa, mütləqdir ki, onlar resepsiyonda ona çay, kofe təklif eləyərək müştərini otuzdurur və müştəri əyləşib orada çay, kofe içdikdən sonra artıq vaxtı çatdıqda öz otağına çıxır. Bir də ki, check-out vaxtında mütləq müştəriyə məlumat verməlisiniz ki, bəzi müştərilər var ki, saat 12 olan kimi sizə zəng eləyir ki, bəs məni gəliblər otaqdan çıxartmağa çalışırlar. Siz müştəriyə məlumatı əvvəlcədən verməlisiniz ki, siz 12-də çıxış eləyəcəksiniz. Yəni siz 12-də check-out olacaqsınız və bu hallarda baş verir. Məsələn, müştəriniz check-out vaxtı saat 12-dir. Yəni sizin müştəriniz saat 12-də oteldən çıxış eləyirsə, 12-də çıxış etdikdə sizin uçuşunuz da məsələn deyim saat 5-dir. Siz də saat 12-də çıxmısınız və yaxud saat 6 və yaxud saat 5-dir. Siz 3-4 saat əvvəlcədən gedə də bilərsiniz ora, aeroporta. Təbii ki, sizin 3 saat və yaxud 4 saat qalmış transferiniz otelə yaxınlaşır, sizi götürüb aeroporta aparır. Və siz orada gedib gəzə bilərsiniz. Bavullarınızı resepsiyona qoyub gedib gəzə bilərsiniz. Gəzdikdən sonra yenidən otelə qayıdırsınız. Otelə qayıtdıqda artıq transfer gəlir. Sizin belə deyim, sizi götürür və aeroporta aparır. Daha sonra heç vaxt uğursuz paket müştəriyə təklif etməyin. Yəni çox ucuz olsun deyə pis otel seçməyin. Məsələn, bəzi müştərilər var ki, biz agentlərin başına gəlir bunlar. Biz 10-15 dənə otel seçimi eləyirik, göndəririk. Müştəri imenli başqa bir dənə otel bizə göndərir ki, mən imenli bu oteli istəyirəm. Mən imenli baxırsınız ki, 3 ulduz oteldir. Okay. Mərkəzdən biraz uzaqdır. Dəyərləndirməsi demək olar ki, çox aşağıdır. Dəyərləndirmə hər zaman dəyərləndirmələri, otellərin dəyərləndirməsinə hər zaman Bookingdə baxın. Oteli araşdırın, otelin dəyərləndirmələrinə baxın. Dəyərləndirmədən də əlavə rəylərə baxın. Baxın, insanlar real olaraq görəcəksiniz. Şəkillər göndərir. Mən bu oteldə bu problemi yaşadım, bu otaqda bu problemi yaşadım, resepsiyonda bu problemi yaşadım. Mütləq ki, bunlara da diqqət eləmək lazımdır. Müştəri qədər agentlər də təbii ki, bunlara diqqət eləyir, amma bəzən müştəri bunu qəbul etmir. Deyir ki, yox, mən bunu istəyirəm. Mən bu otelə getmək istəyirəm, ucuzdur. Amma getdikdən sonra bir çox müştəri peşman olur. Bəzi hallarda biz agentlərin üstünə yıxırlar. Əgər gələcəkdə turizmçi olmaq istəyirsinizsə, buna hazırlıqlı olmalısınız. Bu kimi kaprizli müştərilərə. Müştəri amma hər zaman haqlıdır deyib keçirik və müştəriyə heç bir halda heç bir belə deyim zid bir söz demirik. Çünki müştəridir, haqqıdır, ödəniş eləyib, gəzməlidir. Amma ucuz olsun deyə də məsələn yorucu uçuş heç zaman seçməyin. Məsələn Misirə gedir. Müştəri sırf ucuzdur deyə tranzit reysdən verməyin. Yəni necə sırf İstanbul üzərindən məsələn Misirə gedirsə müştəri Bakıdan minir aeroporta gedir, düşür İstanbulda. İstanbuldan sonra artıq digər təyyarəyə minir və Misirə uçuş edir. Bu tranzit reysdir. Bu zaman bəzən yorucu hallar baş verir. Bəzən ucuz olur bu paketlər, amma hər zaman
belə deyim, yorucu olur. E, və bəzi hallarda da müştərilər narazılıq edir. Ona görə də siz əvvəlcədən mütləqdir ki, müştəriyə bildirməlisiniz bunu. E, Daha sonra turizm sayəsində işləmək üçün turizm sayəsində məsələn mən özüm sırf 4-5 ildə artıq turizm sayəsində işləyirəm. Bundan əvvəl bir çox agentlərlə işləmişəm, amma hal-hazırda öz turizm sayəsində öz turizm şirkətimi çox yeni qurmuşam və artıq özüm təsisçi olaraq başlamışam. Hər kəsə arzu eləyirəm ki, öz peşəsini davam elətdirsin, öz peşəsini yüksək səviyyədə dəyərləndirsin. Turizm sayəsində bəziləri düşünə bilər ki, mən turizm oxumamışam, mən turizmçi deyiləm və bəzi hallarda turizmi biz, məsələn, mən özüm də turizmi oxumuşam, amma turizmdə sırf bizə praktiki olaraq bunların çoxusu öyrədilməyib. Heç öyrədilməyib. Yəni sırf nəzəri olaraq öyrədilib. Qidalanmasıdır, otaq növləridir və sair tur paketlərin çox bəzi qismi öyrədilibdir. Amma sırf siz işləyəndə bunu nəzəri olaraq görürsüz. Yəni demək istədiyim odur ki, mənim bəzi tələbələrim var ki, heç turizmdə işləmirlər, heç turizm oxumayıblar. Amma onlar başqa diplomları olsun var, yəni heç eləsi var ki, heç işləmir. Amma gəlib turizmi öyrənir. Turizmdə praktiki olaraq təlimlərdən keçir, imtahanlardan keçir və daha sonra başqa bir şirkətdə sırf tur menecer olaraq işləyə bilir. Yəni turizm sayəsində karyera imkanlarında universitet mütləq deyil. Əsas praktika, öyrənmək vacibdir. Əsas nə qədər praktikanız var, nə qədər bilirsiniz, nə qədər öyrənmisiniz və turizm elə bir sahədir ki, 10 ilin turizmçisi olsun, heç zaman deyə bilməz ki, mən professional turizmçiyəm. Çünki hər zaman turizm yeniliklərə açıqdır. Hər zaman yeni-yeni bir şeylər çıxır, yeni-yeni proseslər gəlir, yeni-yeni sistemlər gəlir. Məsələn, biz sistemlər üzərindən işləyirik. Otelləri sistemlər üzərindən öyrənirik, biletləri sistemlər üzərindən alırıq. Vizaları sistemlər üzərindən eləyirik, satışları sistemlər üzərindən eləyirik. Yəni sırf onlayn formada. Sırf belə deyim, dil olaraq bəzi turizm şirkətləri dilə də önəm verir, rus dili, ingilis dili. Amma siz bunu işləyə-işləyə də düzəldə bilərsiniz. Turizm sayəsində işləyə-işləyə də dil öyrənə bilərsiniz. İngilis dili olsun, rus dili olsun. Əsas odur ki, ünsiyyət bacarığınız olmalıdır. Müştəriyə satış eləməlisiniz. Satışı sevənlər üçün turizm sahəsi çox böyük bir sahədir. Çünki siz bir paketinizi satırsınız. Tur paketinizi təqdim edirsiniz. Məsələn, tur paketlər belə deyim, iki növdə olur. Fərdi tur paketlər və tur paketlər və siz bu tur paketləri hazırlayaraq, öz tur paketlərinizi hazırlayaraq müştərilərə təqdim edirsiniz. Təbii ki, müştəriniz sizə yaxınlaşıb sırf o tur paketlərdən əldə eləməyib başqa sifarişlər də verə bilər, amma sırf siz onu bacarmalısınız. Ünsiyyət bacarığı olmalıdır sizdə. Müştəri ilə necə danışmaq lazımdır? Nə çox səmimi olmaq lazım deyil, nə çox soyuq olmaq lazım deyil. Sırf orta səviyyədə olmaq lazımdır. Çünki bəzi müştərilər çıxır ki, başda çox yaxşı olur, amma daha sonra artıq bir problem yarandıqda sizə çox acı danışa bilir sizlə və ya atqaz eləyə bilir. Yəni belə. Ona görə də heç vaxt heç biriniz düşünməyin ki, mən turizmi oxumuramsa, turizmdə işləyə bilmərəm və yaxud turizmçiyəm, bitirmişəmsə, mən necə iş tapacağam? İş hər yerdə var. Məsələn, mən özüm İsmaili Resort oteldə resepsiyon olaraq başlamışam bu işə. Daha sonra başqa-başqa turizm agentlərində işləyə-işləyə ilk 20 yaşımda daxili turizmlə başlamışam və bələdçi olaraq başlamışam. Bələdçi olaraq müştərilərə rayonları gəzdirmişəm, rayonlar haqqında məlumat vermişəm.
Daha sonra artıq yavaş-yavaş özümü gelişdirərək sırf altcoin üzrə işləmişəm. Yəni xarici turizm üzrə işləmişəm. Yəni siz turizmdə həm bilet sata bilərsiniz, həm daxili turizm üzrə işləyə bilərsiniz, həm xarici turizm üzrə işləyə bilərsiniz, həm gəlmə turizm üzrə işləyə bilərsiniz. E, Yəni bəziləriniz var ola bilər ki, mən deyə bilər ki, mən Azərbaycan daxili bələdçi olmaq istəyirəm. Bu zaman daxili turizm üzrə işləyə bilərsiniz. Yəni öz sahənizi, öz işinizi bələdçi olaraq qura bilərsiniz. Bu da çətin bir şey deyil. Yəni daxili turizm paketini hazırlamaq o qədər də çətin bir şey deyil. Əsas gedəcəyiniz mövqeyi seçməlisiniz, hansı istiqamətə gedirsiniz. İsmayılı, Şəki, Qəbələ. E, Mövqeyi seçdikdən sonra artıq siz avtobusla danışmalısınız. Hansı ki bu avtobusların da mütləqdir ki, sığortası olmalıdır və hər zaman diqqət eləməlisiniz sığortası olan avtobuslara, hər zaman diqqət eləməlisiniz. Əməkdaşlıq qurarkən çalışın sənədlər üzərində əməkdaşlıq qurun. İmza atın, oxuyun. Yəni heç vaxt belə deyim, qeyri-sənəd işlərində, turizmdə heç vaxt iş görməyin. Çünki turizm elə bir sahədir ki, çox yüksələrkən çox aşağıya sala da bilir. Bəzi sənədlərdə diqqət etməyəndə, bəzi sənədlərə fikir verməyəndə. Ona görə də məsələn daxili turizm üzrə işləsəniz, avtobuslarla danışırsınız, restoranlarla danışırsınız və restoranlara baxırsınız. Restoranların təmizliyi, restoranların gigiyenikası nətərdir. Ondan əlavə siz avtobusla danışdınız, avtobus qiyməti artıq sizə məlumat verir ki, mən 3 rayon gedirəm və yaxud 2 rayon gedirəm, 250 manat, 200 manat. Siz istiqaməti seçdikdən sonra avtobusla danışırsınız və qərar verirsiniz ki, daxili turizmdə əsasən səhər yeməyi verilir və axşam qayıdışda çay süfrəsi müştərilərə təqdim olunur. Bəzi hallarda müştərilərin istəyinə əsasən günorta yeməyi müştərilərə təqdim edə bilirik. Səhər yeməyi də mütləq yol üstü restoranlar var ki, amma onlara diqqət eləməlisiniz gigiyenika baxımından. Çünki bəzi müştərilər baxa bilər, şikayət eləyə bilər. Mütləqdir ki, diqqət eləyəsiniz. Yəni daxili turizmdə də işləyə bilərsiniz, xarici turizmdə də işləyə bilərsiniz. Xarici turizmdə işləyəndə sırf bilet üzrə də işləyə bilərsiniz, sırf viza üzrə də işləyə bilərsiniz, sırf Avropa qrup turları üzrə də işləyə bilərsiniz. Xarici turizm üzrə işləsəniz, biraz əvvəl danışdığım dərslər haqqında məlumat verəcəksiniz müştərilərə. Məsələn, otel, bilet, transfer, sığorta, bəzi ölkələr var ki, Avropa ölkələri, viza və incoming. Gəlmə turizmdə işləmək istəsəniz isə bu zaman dil mütləqdir. Məsələn, ingilis dili və yaxud rus dili. Çünki xaricdən qonaqlar gəldikdə siz onları aeroportda qarşılayırsınız və yaxud bir transfer maşın tutursunuz, o transfer maşın müştərilərinizi qarşılayır, sizin seçdiyiniz otelə gəlirlər, siz mütləq Azərbaycanda, Bakıda və Bakı ərazisində olan 3 ulduzlu, 4 ulduzlu, 5 ulduzlu otellərlə müqavilə bağlamalısınız, müştərilərinizi orada yerləşdirməlisiniz və otellərə yerləşdirərkən müştəriləri mütləq otelin yerini, mərkəzini dəqiqləşdirmək lazımdır. Çünki bəzi ərazilərdə olan otellər vardır ki, dəyərləndirməsi yaxşı olsa belə heç yaxşı xidmət etməyən otellərdir. Ona görə də siz bu barədə biraz özünüzü gelişdirməlisiniz, daha da araşdırmalısınız. Bu sahədə, bu sahənin üstünlükləri gəlir artır, insanlarla tanış olursunuz, ətrafınız artır, xarici millətlər olsun, özümüzünkülər olsun və özünüzün səyahət imkanınız da artır. Yəni tez öyrənilən sahədir, bir o qədər geniş, bir o qədər isə tez öyrənilən sahədir. Səyahət imkanınız artır. Məsələn, biz turizm agentləri, siz turizmçi olaraq işləsəniz, hər hansı bir şirkətdə və yaxud öz şirkətinizdə fərqi yoxdur. İşləsəniz, siz sırf səyahət imkanı qazanırsınız.
Məsələn, infoturlar olur. İnfoturlar olur ki, siz bu infoturları götürürsüz. Məsələn, müştəriyə biz 1000 dollar, 1500 dollar, 2000 dollar verdiyimiz turlar var ki, bu turlar biz turagentlərə, turizmçilərə gəlir 400 dollar, 500 dollar, 350 dollar, 300 dollar qat-ba-qat aşağı qiymətlərlə siz bu səyahət imkanlarını qazana bilirsiniz. Və turizmdə işləyəndə mütləqdir ki, bir zaman sonra özünüzü tutandan sonra, işləyəndən sonra tur menecer və yaxud daxili turizm, incoming heç bir fərqi yoxdur. Mütləq çıxmalısınız. Azərbaycandan çıxıb getməlisiniz, gəzməlisiniz. Çünki siz səyahət elədikcə, siz gəzdikcə artıq turizmi daha yaxşı anlayacaqsınız. Hər ölkədə bir başqa bir mədəniyyət öyrənəcəksiniz və o mədəniyyəti təqdim eləyəcəksiniz. Müştəriniz artıq sizdən soruşanda ki, Ə, mən Dubayda hansı istiqamət üzrə getməliyəm? Mən Dubayda hansı metro üzrə minməliyəm? Mən Dubayda bu otelə gedirəmsə, mən bu oteldən neçə kilometr uzaqlıqdadır? Mərkəzə neçə kilometr uzaqlıqdadır? Otel Dubai Molla nə qədər uzaqlıqdadır? Siz bunların hər birinə diqqət eləməlisiniz, öyrənməlisiniz. Məsələn, İstanbulda hal-hazırda demək olar ki, Azərbaycanda turların çoxusu elə İstanbul üzrə gedir. Siz İstanbula getməlisiniz, İstanbulu gəzməlisiniz. İstanbulda turistlərə nələr təqdim edə bilərsiniz? Məsələn, elə insan var ki, heç səyahət etməyib, sizə yaxınlaşar, deyər ki, mən İstanbul üzrə hara getməliyəm? Mən İstanbulda hansı istiqamətlər üzrə gedə bilərəm və yaxud erkən rezervasiya. Mən yay turuna qoşulmaq istəyirəm, yayda getmək istəyirəm, hansı sezonda gedə bilərəm və yaxud bəzi müştərilər Dubaya getmək istəyir və sezona görədir təbii ki bu ölkələr. Dubay məsələn, hal-hazırda Dubaya getmək tam vaxtıdır, yəni normal vaxtı. Amma Dubaya iyul, may sonları getmək qətiyyən olmaz. Çünki istilik dərəcəsi çox artıq dərəcədə olur. Yəni bunları öyrənmək lazımdır. Müştəriyə təqdim edərkən müştəri gedib orada bişməsin istidən. Müştəri yenə də desə ki, mən Dubaya getmək istəyirəm, hə, bu zamanda getmək istəyirəm, özü istəsə, özü məcbur eləsə ki, mənə bu zamanda ki, gedənlər var, görmüşük, keçən il başımıza gəlib, müştərimiz iyun ayında getmişdi. Amma özü öz istəyi ilə getmişdi, amma oteldən də çölə çıxa bilməmişdi normal. Sadəcə axşam vaxtları hava biraz sərinlik olanda getmişdi. Misir onun kimi orada çox isti olduğu üçün bəzi sezonlarda getmək lazımdır. İstanbul bu sezonlarda, məsələn, mart ayında hal-hazırda biletlər yavaş-yavaş düşüş qiymətindədir. Mütləq biletləri yoxlamalısınız müştərilərə təqdim edərkən. Məsələn, dekabr aylarında, mart aylarında, Qurban Bayramında, Ramazan Bayramında biletlər ekstra yüksələ bilir və ekstra bəzi hallarda isə düşə bilir. Ona görə də mütləq siz bunları öyrənməlisiniz, siz bunları bilməlisiniz. Hansı yerə nə üçün səyahət olunur, hansı mövsümdə getmək daha yaxşıdır, hansı mövsümdə gedildikdə çox isti olmayacaq və ya çox soyuq olmayacaq. Yəni bu kimi işlərə mütləqdir ki, siz diqqət eləməlisiniz. Yəni turizm həm işdir, həm həyat tərzidir. Həm öyrənirsiniz, həm gəzirsiniz, həyat tərzinizi dəyişdirirsiniz. Yəni turizmdə çox böyük imkanlar var. Mən turizmi oxuyanlar, hətta turizmi oxumayanlar belə varsa, turizmi marağı olanlar varsa, mən tövsiyə edirəm ki, turizmə gəlin. Yəni turizm həqiqətən belə deyim, turizm həqiqətən, bəli, turizm hər şeydir. Turizmdə olursa, düzdür, çətin tərəfləri də var. Məsələn, məsuliyyəti böyükdür, səhv etmək olmaz. Müştəri ilə səbr lazımdır. Yəni bəzi müştərilər var ki, siz 7-24 zəng eləyir. Bizdə müştərilər var, mən real olaraq sizlə danışıram. Saat 3-dür, 4-dür, zəng eləyir. Real olaraq mən sizlə danışım. Mənim bir müştərim var idi, Dubaya getmişdi. Bu təzəlikcə olub. Müştərim oteldəydi.
müştəri oteldə idi və müştəri mənə gecə saat 3 və yaxud 4 mənə zəng eləyib. Mən də mütləq açmalıyam bu zəngi, çünki baxmır saata, müştəridir. Onun sığortası, onun e, belə deyim, sığortası canı sizin əlinizdədir. Necə? Yəni siz onu göndərmisiniz. Sığortasını siz vermisiniz. Oteli siz tutmusunuz. Hər şey sizin əlinizdən keçib deyə ona görə də səbr lazımdır. Müştəri mənə zəng eləyib ki, Aytan xanım, bəs bizdə otelin kənarında səslər gəlir, təmir səsləri gəlir. Bəs bunu necə həll edə bilərik? Təbii ki, mən müştəri ilə səbirli formada başa saldım ki, bu bizdən asılı olan bir şey deyil, bu oteldən asılı olan bir şey deyil. Amma yenə də üzr istəyirəm. Müştəriyə mütləq ki, alternativlər sunmalısınız. Məsələn, müştəri deyirsə ki, buradan səs gəlir və yaxud otağımda su axır və yaxud otağımda kondisioner işləmir. Siz birbaşa müştəri ilə danışdıqdan sonra birbaşa resepsiona yığmalısınız. Siz resepsiona bildirməlisiniz. Mənim müştərimdə bu çətinlik var. Zəhmət olmasa köməklik göstərəsiniz. Mənim sentyabrda müştərilərim Misirə getmişdi. İki xanım idi. Onlarda belə bir problem yaranmışdı. Otaqlarında kondisioner partlamışdı. Kondisioner partlamışdı və yaxşı ki, özləri oyanıblar, biliblər. Həmin vaxtda mən nə qədər stres çəkdim. Təbii ki, bu məndən asılı olan bir şey deyildi. Oteldən asılı olan bir şey idi bəlli bir səviyyədə. Çünki otel diqqət eləməlidir. Texniki problemlərdirsə, otel mütləq ki, bunu həll eləməlidir. Və müştəri mənə bir kəlmə zəng elədi. Aytan xanım, bizim otağımızı zəhmət olmasa dəyişdirin. Bizdə belə bir problem yaranıb. Mən dərhal resepsiyonla əlaqə saxlamışam və müştərinin otağını dəyişdirmişəm. Belə hallarda bəzən problem yaşandıqda alternativ olaraq müştəriyə daha yaxşı otaq da təklif edə bilirsiniz. Daha yaxşı otağı da göndərə bilirsiniz müştərini. Sırf müştəri sizdən razı qalsın deyə və əgər otellərlə hər zaman elə kontakt qurmalısınız, elə əlaqə saxlamalısınız ki, müştəri otel sizi tanımalıdır, sizə güvənməlidir və bilməlidir ki, siz ona daimi müştəri göndərsiniz və sizin müştərilərinizi hər zaman yaxşı qarşılamalıdır. Məsələn, bizdə və belə deyim sizə, məsələn, bizdə elə otellər var ki, İstanbul otelləridir. İstanbulda elə otellər var ki, sırf mən sistemlərdən götürmürəm bu otelləri, amma sistemlərdən götürməliyik. Bizdə sistemlərdə siz məsələn gedib Bookingdən baxsanız otelə, oteldə Bookingdə qiymət tamamilə fərqli qiymətdə olur. Amma bizim sistemdə, turizm sistemlərində qiymətlər tamamilə fərqlidir. Yəni bu qiymətlər aşağı qiymətdir. Biz o qiymətin üzərinə ödəniş qoyub, məsələn, $50, $40, $30 müştəriyə təqdim edə bilirik. Amma bəzi otellər var ki, artıq o qədərə müştərini göndərirsiniz ki, bizdə də elə otellər var. Artıq otel rəhbərliyi ilə, otelin resepsiyonu ilə, satış meneceri ilə daha yaxın kontaktda olursunuz və artıq otel sizi təklif edir ki, siz buyurun, gəlin, oteldə sizdə qalın. Yəni bu kimi təkliflər də gəlir sizə və oteldə belə deyim sizə, oteldən daha uyğun qiymətə alırsınız. Bəli, turizm şirkətlərində bələdçi kimi də çalışmaq mümkündür. Nəinki ki, bələdçi, biraz əvvəl dediyim kimi, gəlmə turizm üzrə çalışa bilərsiniz, xarici turizm üzrə çalışa bilərsiniz, daxili turizm bələdçi olaraq da çalışa bilərsiniz. Bəzi turizm şirkətləri sırf daxili üzrə işləyir və bələdçi istəyirlər. Eləsi var ki, gündəlik bələdçi olaraq da göndərirlər. Bizim də bələdçilərimiz olub. Bizim bələdçilərimiz olub. Məsələn, gününə 50 manat, 60 manat işləyən bələdçilərimiz olub. Siz incoming-də də bələdçi olaraq işləyə bilərsiniz. Gəlmə turizmdə də bələdçi olaraq işləməlisiniz. Daxili turizmdə dil biliyi mütləqdir dedikdə bilirsiniz necə? Biraz əvvəl dediyim kimi incoming-də daha çox mütləqdir. Siz onsuz da işləyə-işləyə mütləq öyrənməlisiniz. Çünki
siz xarici səyahət etdikdə və yaxud sizə xarici bir müştəri yazdıqda, bir də bəzi sistemlərimiz var ki, rus dilindədir. Siz düzdür işlədikcə rus dilində olmağına baxmayaraq siz işlədikcə artıq öyrənirsiniz deyə sistemi, artıq onun rus dilinə baxmırsınız. Əksinə oxuyanda da başa düşürsüz bunu. Dil biliyi əsasən incoming-də, gəlmə turizmdə. Burada əgər bələdçisinizsə, bəli, tələb eləyir. İngilis dili, rus dili bilməlisiniz. Çünki ərəblər gəldikdə, Çinlilər gəldikdə, yəni hər hansı bir millətdən müştəri gəldikdə mütləqdir ki, siz dilini bilməlisiniz. Beynəlxalq dildə bildiyimiz kimi ingilis dilidir. Bir çoxu ingilis dilində danışır, bəziləri rus dilində. Ona görə də daha çox ingilis dilinə daha çox üstünlük versəniz daha yaxşı olar. Rus dilində təbii ki, orta səviyyədə bilsəniz, bu da ekstra sizin üçün daha yaxşıdır. Yəni siz turizmdə sırf işləmək istəyirsinizsə, belə deyim, mütləq təlim almalısınız, sistemləri öyrənməlisiniz, təcrübə yığmalısınız işləyə-işləyə. Yəni birbaşa gedim turizm şirkətində işləyim, qəbul eləmirlər. Çünki hal-hazırda minimum bəziləri 2 il təcrübə istəyir, 1 il təcrübə istəyir. Belə şirkətlərə bəzən mənim sualım o olur ki, siz təcrübə istəyirsiniz, düzdür, təcrübə istəyirsiniz 1 illik, 2 illik. Bəs bu təcrübəsi olmayanlar necə təcrübə qazanacaq, necə işləyəcək? Bu kimi sual da vermək lazımdır. Siz özünüz tələbəni götürməlisiniz, siz ona təcrübə keçməlisiniz, sonra təcrübəçi kimi işlətməlisiniz. Bəli, təcrübə təlimə getməklə olur. Məsələn, mən hal-hazırda təlim keçirəm və təlimdən sonra tələbələrimizi sertifikatla dəyərləndiririk və sertifikatla da qalmayıb tələbələrimizi işə düzəldirik. Və hal-hazırda elə biraz əvvəl, hardasa 1 saat əvvəl real olaraq mən sizə turizm şirkətinin adını deyəcəm. Bir dəqiqə. Hal-hazırda real olaraq Leeway Travel şirkətindən mənə sorğu gəlib ki, zəhmət olmasa tələbəniz varsa, dil biliyi ingilis dili olsa da olar, rus dili olsa da olar, orta səviyyədə başa düşsə də olar, bizə tur meneceri lazımdır. 450 manat, 500 manat fiks olaraq maaş təqdim edirlər və plus da bonuslar. Bonuslar nədir? Siz elə bir satış aylıq bir maaş alırsınız 400-450 indi o baxır təbii ki şirkətlərin özünə. Bonusdakı məsələn siz aylıq mart ayı boyunca siz 1000 manatlıq satış eləmisiniz və yaxud da 2000 manatlıq satış eləmisiniz. Siz bunun 10%-ni maaş plus üstündə alırsınız. Məsələn 1000 manatlıq satış eləmisinizsə siz 100 manat bonus olaraq alırsınız. Maaşınızın üzərində bu sizə təqdim olunur. Bu da sizin əziyyət haqqınızdır. Təbii ki, turizm şirkətlərinə fərq var. Məsələn, mən hal-hazırda bir işçi götürmüşəm. İşçinin heç bir təcrübəsi yoxdur. Təcrübə tələb edən bir işçi götürmədim. Sırf xanım idi, mən paylaşmışdım ki, mənə işçi lazımdır. Turizm sahəsinə maraq göstərən, məsuliyyətli olan, güləriz olan, müştərilərlə daha səmimi danışa biləcək, yəni müştəri bunu tələb eləyir. Danışa biləcək biri lazımdır. Xanım mənə məlumat verdi ki, mən oxumuşam universitet, amma turizmdə deyiləm, turizmçi deyiləm. Sadəcə turizmə mənim marağım var. Turizmə maraq göstərirəm. Mən artıq belə deyim, xanımı işə götürdüm və hal-hazırda xanımı təlimçi olaraq öyrədirəm. Təlimçi olaraq öyrətdikdən sonra mən artıq xanımı işçi olaraq işə götürəcəm. Erkən rezervasiya etməyin nə kimi üstünlükləri var? Erkən rezervasiya etməyin belə deyim, erkən rezervasiya biraz əvvəl məlumat verdiyim kimi, erkən rezervasiya sezondan əvvəldir. Məsələn, iyun, iyul, avqust, sentyabrda artıq demək olar ki, sezon bitir. Erkən rezervasiya Antalyadır, Bodrumdur, Marmarisdir, Fethiyədir. Siz sezondan əvvəl mütləq bron eləməlisiniz. O zaman qiymətlər aşağı olur. Amma siz tarix yaxınlaşdıqca qiymət yüksəlir.
Tutalım, siz İstanbula, mən Trabzona baxmışdım yanvar ayında, may ayı üçün baxmışdım. Mən Trabzonu 2 nəfərlik 954 manatlıq 2 nəfərlik tur paket hazırlamışdım. Bilet, otel, transfer, qidalanma, səhər yeməyi daxil. Amma mən hal-hazırda baxdım həmin tarixə, eyni tarixə, mayın 14-dən 18-nə biletlər yüksəlib, otelin qiyməti yüksəlib, transfer ki, heç transfer stabil qalır. Yəni hər zaman turu əvvəlcədən almaq daha yaxşıdır. 2 ay, 3 ay əvvəlcədən almaq daha sərf eləyir sizə. Çünki bilet qiymətləri daha aşağı olur. Ə, Burada neçə aydır müddəti təlimin? Təlimin müddəti 8 dərsdir. Ayda 1 ay demək olar ki, çəkir. Həftədə 2 dəfə keçirilir. Bələdçilik fəaliyyəti əsasən nədən ibarətdir? Bələdçilik fəaliyyəti daxili turizm üzrə deyirsinizsə, biz öz ölkəmizdə olan müştəriləri göndərirsiniz, aparırsınız. Məsələn, İsmayıllı, Qəbələ, Şəki tur hazırlayırsınız tur paket formatında. Siz müştərilərinizi aparırsınız, orada gəzdirirsiniz. Səhər yeməyi təqdim edirsiniz. Yol boyu müştəriləri mütləq əyləndirmək lazımdır. Müştərilərin ən sevdiyi məşğuliyyət budur. Mahnı qoşmalısınız, oynamalıdırlar, oyunlar seçməlisiniz. Bəzən hətta belə deyim, sırf bələdçilik üçün oyunlar var. Avtobusda oynanılacaq oyunlar. Kim istəsə mənə məlumat verər, mənə yazar. Instagram adresim zaten var orada. Instagramına da yaza bilərsiniz, nömrəmə də yaza bilərsiniz, Fatimə xanımla da götürə bilərsiniz, problem deyil. Sualı olan yenidən yəni yaza bilər mənə. Bələdçilik fəaliyyətində hansı oyunlar keçirilir? Kömək lazım olsa mən sizə köməklik göstərirəm, hansı oyunlar keçirilir, daha maraqlı olur. Yəni incoming-də, amma gəlmə turizmdə bələdçilik deyirsinizsə, bu sırf xaricdən gələn müştərilər üçündür bələdçilik. Məsələn, ərəb müştəriləriniz gəlib 6-7 nəfər ailədir. Siz gedirsiniz, onu aeroportda sizin maşınınız, transferiniz gedir, onu qarşılayır. Onu yerləşdirdiyiniz otel 4 ulduzdur, 5 ulduzdur, 3 ulduzdur, fərqi yoxdur. Təbii ki, o da ərəbin özünün seçdiyi otel olur. Artıq biz necə məsələn İstanbula gedəndə müştərilərə təqdim eləyirik 3 ulduz, 4 ulduz, 5 ulduz. Ərəblər də və yaxud pakistanlılar olsun, ərəblər olsun, xarici millət də bizə gələndə artıq onlar da bizdən yenidən burada tələb eləyir onu. 3 ulduz, 4 ulduz, 5 ulduz bizə məlumat verirlər ki, biz 5 ulduz, çoxsu 5 ulduz otellər seçirlər. Biz onlara mərkəzə yaxın 5 ulduz otellər təqdim edirik. Bir də xaricdən gələn qonaqlar mütləq daxili Bakı daxili gəzinti tələb eləyir. Siz onları gəzdirməlisiniz Bakı daxili. İngilis dili buna görə də lazımdır. Ondan da əlavə müştərilər mütləq getmək istəyir. Xaricdən gələnlər dağ, məsələn, Qaxa apara bilirsiniz, Qəbəliyə, ən çox Qəbələ, İsmayıllı transfer tutursunuz, müştərinizi aparırsınız, orada bir villa danışırsınız. Çünki onlar çox vaxt dağ ərazilərinə gedəndə otellərdə qalmırlar, evlərdə qalırlar. Ona görə də siz əvvəlcədən rayonlarda olan evlərlə mütləq əlaqədə olmalısınız. Yəni rayonlarda olan belə deyim, otellərlə kontakt qurmalısınız və orada qiymət almalısınız. Məsələn, gecəsi 100 manatdırsa, siz onu müştəriyə 150 manat, 140 manat olaraq xarici müştəriyə təqdim edirsiniz. Tur paketinizi, yəni burada da artıq satışınızı edirsiniz. Bakı daxilində otelin qiymətini üzərinə qoyursunuz. Transferin üzərinə qoya da bilərsiniz, qoymaya da bilərsiniz. O öz seçiminizdir. Bəziləri var ki, bələdçilər restoranlara aparırlar. Sırf gəzintidir, şəhər gəzintisidir, sırf gəzinti aparır. Orada bəziləri var ki, sırf səhər yeməyi, günorta və yaxud axşam yeməyi içəri şəhərdə əsasən danışdığı restoranlar var və o restoranlara aparır müştərini 10 nəfər, 15 nəfər xarici. Artıq onlar ora əyləşdikcə, hər hansısa bir sifariş verdikcə o sifarişin 5%, 6%, indi baxır restorana, artıq bələdçiyə təqdim olunur. Yəni bələdçilikdə də çox qəşəng gəlir var, çox qəşəng pul var bələdçilikdə, sırf
incomingdə. Daxili turizmdə də var. Amma daxili turizm e, sırf belə deyim, özünü özünüzü biraz yormuş olursunuz. Çünki bir müddətdən sonra, çünki mən özüm də bələdçi olaraq əvvəllər işləmişəm. Bir müddətdən sonra eyni rayonlara təkrar görürsüz, özünüz yorulursunuz. Bir də müştərilərin kaprizləri çox-çox çətindir. Xaricə göndərmək ondan asandır, onu deyim. Siz gedirsiniz, nəzarət eləməlisiniz. Müştərinin uşağı varsa, uşağı böyük nəzarət eləməlisiniz. Çox uzaq məsafəyə getməməlidir. Sırf sizin yanınızda olmalıdırlar. Sizin yanınızda gəzirlər. Yəni siz gəzdirirsiniz, baxış eləyirsiniz, göstərirsiniz hər şeyi. Təbii ki, asudə zamanları olur, amma o zamandakı artıq avtobusun çıxış vaxtını təyin eləməlisiniz. Bu saatda çıxmalısınız, bu saatda gəlməlisiniz, bu saatda getməliyik, bu saatda çatmalıyıq. Siz saat qoymalısınız. Məsələn, biz oradan əsasən Bakıda gənclikdən çıxış eləyirdik saat 7-də. Qış məndə ən çoxu qış turları olur. Daxili turizmdə hal-hazırda yəqin ki, Qarabağa bizdə gedişlər olacaq, amma Bakıdan çıxış olacaq. Bizə artıq o zaman da bələdçi lazım olacaq. Məsələn, kim bələdçi olaraq işləmək istəsə, bələdçi olaraq fəaliyyət göstərmək istəsə müraciət eləyə bilər. Çünki bizə lazım olacaq orada bələdçilər, amma sırf təlimini almalısınız, öyrənməlisiniz ondan sonra. Başqa bir şirkətlərdə də öyrənmək istəyirsinizsə, işləmək istəyirsinizsə, mütləq təlim almalısınız. Təlim aldıqdan sonra artıq işləyə bilərsiniz. Buyurun. Mita Əkbərova, əl qaldırmısınız. Bəli, buyurun. Başqa sualı olan varmı? Bəli, Türkan xanım, turizm diplomu olduqda təlimə ehtiyac yaranır. Bir dəqiqə üzr istəyirəm. Aha. Turizm diplomu olduqda təlimə ehtiyac olunur. Aha. Təlimə niyə ehtiyac olunur? Biraz əvvəl danışdığım kimi, bizdə sistemlər fərqlidir. Turizm sistemləri fərqlidir. Siz nəzəri olaraq öyrənə bilirsiniz. Siz nəzəri olaraq bunu bilirsiniz. Amma sizə nəzəri yox, sizə praktika lazımdır. Siz praktika öyrənmək üçün məsələn Azal sistemindən bilet almaq, Reytag bizim otel sistemlərimizdən biridir. Bu otel sisteminin birində otel rezervasiya eləmək, bron eləmək. Bu ayrı bir sistemdir. Siz bütün sistemləri öyrənməlisiniz. Sistemləri öyrəndikdən sonra artıq şirkətdə işləyə bilirsiniz. Hal-hazırda biraz əvvəl məlumat verdiyim kimi turizm şirkətindən məndən tələbə istəyir və mənə deyir ki, bu tipi sistemlərini mütləq bilməlidir. Bu tipi sistemləri isə biraz əvvəl saydıqlarımdır. Tur paket sistemləri, otel rezervasiyası, bilet rezervasiyası, tur paketlər sistemi. Yəni siz bunların hər birini təlimini almalısınız ki, daha sonra artıq rahat formada işləyə bilərsiniz. Zaten 8 dərsdən sonra siz işlə təmin olunursunuz. 8 dərsdən sonra zaten siz işləyə bilirsiniz. Mənlə əlaqə Instagram adresimdə var, paylaşılmışdı. Səhv eləmirəmsə səhifədə var. Fatimə xanıma da müraciət eləyib oradan da nömrəmi götürə bilərsiniz. Oradan da götürə bilərsiniz və yaxud Instagramdan da yaza bilərsiniz, yəni əlaqə saxlaya bilirsiniz. Bilərsiniz. Daha sonra bir dəqiqə üzr istəyirəm. Qrup turlarında biletlərin alınma prosesi necə baş verir? Qrup turlarında belə deyim, məsələn, siz tutalım hər hansısa Azaldan alırsınızsa,
biletləri zaten orada nəfər sayısı var. 5 nəfərlik, 4 nəfərlik, 6 nəfərlik, 7 nəfərlik bileti tam paket formasında, bilet formasında götürə bilirsiniz. Və yaxud Fly Dubai var hal-hazırda. Fly Dubai, üçün Dubaya qrup turu götürmək istəyirsiniz. Fly Dubai var. Azalın özü ilə də əlaqə saxlaya bilərsiniz. Bunun üçün də Azalın özü ilə deyil də, Azalın əməkdaşları ilə bizim sırf müqavilə bağladığımız Aviadesk var ki, biz onlarla müqavilə bağlamışıq və qrup turları üçün biletləri sırf onlardan götürürük. Sistemin özündən yox da əməkdaşlardan biz tələb eləyirik. Onlar bizə qiymət verir. Sırf neçə nəfərlik, məsələn 10 nəfərdirsə 10 nəfərlik bilet qiyməti verirlər bizə və yaxud 8 nəfərlik bilet qiyməti verirlər və yaxud 5 nəfərlik bilet qiyməti verirlər və biz biletin tam nəfər sayısına görə bileti aldıqda artıq oteli də ona görə rezervasiya elə bilirik. Məsələn, 7 nəfərdirsə, təbii ki, 7 nəfər ayrı-ayrıdır, 2 nəfər ayrıdır, 1 nəfər ayrıdır, 1 nəfər ayrıdır. Onlara görə otaq götürürük. 2 nəfərlik bir otaqda və yaxud 3 qız bir otaqda və yaxud 3 oğlan bir otaqda qrup turlarını da bu şəkildə təşkil edirik. Başqa sualı olan varsa yaza bilər. Və işləmək istəyən, öyrənmək istəyən də varsa, yenə deyirəm, mənimlə əlaqə saxlaya bilər. Nə köməklik lazımdırsa, mən köməklik eləyə bilərəm və hal-hazırda erkən rezervasiya sırf Antalya, Bodrum, biraz əvvəl danışdığım kimi erkən rezervasiya zamanı erkən rezervasiya zamanı turizm şirkətləri sırf turizmi bilən tur menecerlər axtarırlar. İndidən öyrənməlisiniz ki, artıq aprel ayında siz işə düzələ bilərsiniz. Aprel ayının ortaları, sonları işə düzələ bilərsiniz. Ki, indidən axtarırlar. Avqustdan da başlaya bilərsiniz, sentyabrda. Sentyabr, oktyabr, noyabr, dekabr bu aylarda biraz sezon aşağıda olur. Amma artıq sezon, erkən rezervasiya sezonu başladıqdan sonra bütün turizm şirkətləri təlimçi axtarır, turizmçi axtarır, belə deyim. Sırf bilən turizmçi axtarır. Bilən də nəzəridən çox praktiki bilən axtarırlar. Mənim Instagram adresimi bildirdiyim kimi Fatimə xanımdan götürə bilərsiniz. Fatimə xanım qrupda sizə bildirər, nömrəmi də yazar. Mənlə əlaqə saxlamaq istəyənlər Fatimə xanımla əlaqə saxlayar, oradan mənə yaza bilərsiniz. Problem deyil. Başqa sualı olan varsa yaza bilər. Tamam Fatimə xanım. Fatimə xanım qrupda göndəribdi. Kim istəyirsə mənlə əlaqə saxlaya bilər. Nömrəmə də yaza bilər, Instagramma da yaza bilər. Başqa sualı olan yoxdursa, bugünlük bu qədər məndən. Xoş oldu sizlərlə danışmaq. Xoş oldu təcrübəmi sizinlə bölüşmək. Nə qədərə çatdıra bildim, bilmirəm. İnşallah ki, bəlli bir miqdarda sizdə belə deyim, sizin xəyallarınıza, sizin istəklərinizə, sizin arzularınıza bir qədər də olsa toxuna bilmişəmdir. Başqa sualı olan olsa mütləq mənə bildirsin. Turizmçi olaraq, sırf bir təsisçi olaraq yox, turizm şirkətinin təsisçisi olaraq yox, bir tur menecer olaraq, sizdən biri olaraq, gənc biri olaraq hər zaman gənclərin yanındayam. Kimin nə ehtiyacı olarsa hər zaman yanındayam və hər zaman bunu tələbələrimə də bildirmişəm. Hər zaman bütün tələbələrin ən əsası da birinci, ikinci semestrdə oxuyan tələbələr, o yollardan mən də keçmişəm. Çox-çox yaxşı başa düşürəm sizi, əziyyətinizi, gələcəkdə nə işləyəcəm, nə edəcəm deyə. Heç narahat olmayın. Yəni bizlər varkən, mənim kimlər varkən siz heç zaman ortada qalmayacaqsınız. Hər zaman bizlər sizin yanınızda olacaq. Başqa sualı olan yoxdursa, çox sağ olun. Fatimə xanım, təşəkkür edirəm sizə, minnətdaram. Görüşərik inşallah.
Əziz Aytən xanım, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, təlimdə iştirak edənlər turizm haqqında, turizm agentliyi barəsində müəyyən qədər məlumat əldə elədi. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz. Təlim rekord olundu və yəqin ki, bugün yaxud da sabah paylaşılacaq. Sertifikat üçün elandakı əlaqə nömrəsi ilə əlaqə saxlamanız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərdə görüşənədək. Sağ olun. Sağ olun.